Hamımızı Allah haqqı mən dəfələrlə efirdə demişəm, mən məntiqlə yaşayıram. Bütün sənət dostlarımı, yoldaşlarımı çox istəyirəm. And olsun Allaha ki, heç birinə heç qətiyyən. Çünki hər şeydən ötürü insan bizim bəlli bir yaşımız var. Mən durub ağzıma gələn danışım burada ki, mən belə incim. Xeyr, incimisəm, eybi yoxdur. Mən də deyirəm, mən də incimişəm. Böylük budur ki, insan biri-birindən gərc düşməz. Yəni, bugün cavanlar da, yetişənlər də bilsin ki, hər şeydən ötürü efirdə çıxıb danışmaq olmaz. Hər şeyi efirlə danışmaq olmaz. Bizim söhbətimiz var, sözümüz var. Özü böyük bir İraq olsun, söhbətimiz yoxdur. Məndən incim. Yox. Mən də Allah haqqı bax, mən də deyirəm ki, mən də səndən incimişəm. Bu incimək başqa şeydir. Küsmək başqa şeydir. Yox, küsmək başqa şeydir, incimək başqa şeydir. Mən heç kimdən küsmərəm. Niyə görə? Yenə də deyirəm. Bax, mən qıraqdan, kənardan durub hamıya deyirəm, ya Rəbbi, ya Rəsulallah, hamısının günün xoş elə. Amin. Bak hamınızı burada. Sevirəm, hemen. Hamınızı sevirəm. Moskvadan yığmışdım, sen demiştin ki sana plov pişireceğim. Onda plov pişirersen gelirim. Plov pişirəcəm. Aş. Yaxşı başa saldım. Başma dönər. Az plovu mən bişirəcəm onlarda, gəl. Az mən bişirəcəm, Hadi gəlsin. aş. Aşı deyir. Gidip pişirirsen gelsin yesin. Elnara, mən gəlsin, mən bişirəcəm də. Bax, nə zaman mənim qapımı kim atsa, hər biriniz, mənim evim, ocağım, hamı